Muhammed Peyğəmbər sağlığında 5 övladını, yaxud da 6 övladını itirir. Siz təsəvvür edin ki, dəyərli qardaşlar, hədisləri inkar edib Quranla getdiyini iddia eləyəsən və Qurandan başqa heç bir mənbə qəbul etməyəsən, sonra deyəsən ki, Allah Rasulü Muhammed sallallahu aleyhi ve sellem düz o salavat da demir, çünki ona görə salavat demək olmaz. Deyir ki, Muhammed sağlığında 5 və ya 6 evladını itirib. Sual veririk. Məgər Allah Teala Quran-ı Kərimdə yazıbmı ki, Muhammed sallallahu aleyhi ve sellem sağlığında 5 və ya 6 evladını itirib? Əlbəttə ki, xeyr. Belə bir ayənin olduğunu iddia eləyən insanın ağlında şübhə eləyərik. Belə bir şey yoxdur. Deməli, bu insan hansısa xəbərlərə və ya mənbələrə isnad eləyib deyir ki, Allah Rasulü həyatında 5 və ya 6 evladını itirib. Həmin bu mənbələrə biz hədis deyirik. Lakin inkar elədiyi mənbələrdən Peyğəmbər sallallahu aleyhi ve sellemin həyatından nəsə gətirir. Bax, belə ziddiyyatdadır bu Quranla getdiyini iddia eləyənlər.